Təbiətindən, quşlardan, qoruqlarımızdan danışırıq. Həm də çox maraqlı olar ki, bu məlumatları gözəl idmançılarımızın dilindən eşidək. İdmançı demişkən 3 karate üzrə bizim qaliblərimiz bugün qonaqlarımızdır. Görək dostlarımız kimlərdir? Adın nədir sənin? Nazənin. Nazənin neçə yaşın var? 8. Çox gözəl. Nazənin əziz dostlar, medallarından da görürsünüz. Dəfələrlə birinci yer, ikinci yer qalibi olub. Deməli, ölkə çempionatında qalib olub, Bakı çempionatında qalib olub. Döyüş növləri üzrə festivalın qalibi olub bu yaxınlarda və çox gələcəyi parlaq olan idmançılarımızdandır. Nazənin, biz həm də bugün quşlardan danışırıq və İstərdim ki, bir idmançının dili ilə quşlar haqqında səndən bir məlumat eşidək. Hop-hop quşu kiçik rəngli quşdur. O ehtiyatlı quşdur, amma insanlardan qorxmur. O həşərat yeyir. Soyuq havalarda isə o Hindistana və Afrikaya uçub gedir. Afərin. Sənin adın nədir? Lalə. Lalə də əziz dostlar, qeyd elədiyimiz kimi müxtəlif yarışmaların qalibidir. Uşaqlar arasında keçirilən festivalların qalibidir, yarışmaların, çempionatların qalibidir və sayı artıq itirdim. Neçə dəfə birinci yerə çıxmış bir idmançımızdır. Lalə, neçə yaşın var? 5. Lalə bizə quşlar haqqında şeir söyləyəcək. Buyur Lalə. Mən öncələr sizə nəğmə çox yaxşı. Quşlar nəğmə oxuyanda sevincimiz aşır daşır. İdmançı Lalənin ən çox sevdiyi quş hansıdır? Tutu quşu. Tutu quşu? Tutu quşu. Var evdə saxlayırsan? Aha. Sən? Adın nədir? Rüqayyə. Rüqayyənin neçə yaşı var? 5. Rüqayyənin də medalları var. 2 dəfə klub ikincisi olub. Rüqayyə hansı quş haqqında? Bəlkə bir şeir söyləyəsən sən də Lalə kimi. Səhər-səhər bağçada bir sərçədəm yeyirdi. Hərdən baxıb üzümə cik-cik deyirdi. Nə deyirdi o Rüqayyə? Deyirdi ki, Rüqayyə, bugün sənin üçün çox yaxşı gündür, qalib olacaqsan, düzdür?